Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda müəllimlərin işə qəbul imtahanına hazırlaşan müdavimlər üçün Azərbaycan dilindən əvəzli mövzusuna aid 5 sualın izahını paylaşacağam. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan videolardan faydalana bilərsiniz. Eyni zamanda bizim dərslərimizlə maraqlanmaq istəyən müəllimlər ekranın bu hissəsindəki 055 418 8202 telefon nömrələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Gəlin keçək sualların izahına. Tapmaq olar. Əvəzliyin hansı növləri var? Şəxs əvəzlikləri yalnız sadə olur. Təyin əvəzlikləri yalnız sadə olur. İşarə əvəzlikləri yalnız sadə olur. Yerdə qaldı 2 dənə əvəzlik, sual əvəzliyi və qeyri-müəyyən əvəzlik. Bu iki əvəzliyi quruluşca sadə, düzəltmə mürəkkəb ola bilir. Yəni, yalnız bir məna növü deyirsə, bu səhv fikirdir. İki məna növünə aid. Həm sadə, həm düzəltmə, həm mürəkkəb olduğuna görə İkisinə görə düzəltmə tapmaq olar. Bu yanlış fikirdir və qarşısında nə yazılıb? Yanlış. Deməli, bu da uyğundur. İşarə əvəzliklərindən yalnız ikisi mənsubiyyətə görə dəyişmir. İşarə əvəzləri hansılardır? O, bu, elə, belə və həmin işarə əvəzlikləridir. Deməli, o işarə əvəzliyi mənsubiyyətə görə dəyişmir. Bu işarə əvəzliyi dəyişmir. Çünki mənim bum, sənin bun deyə bilmirəm. Elə, mənim eləm, sənin elən deyə bilməsəm də onun eləsi deyə bilirəm. Yəni bu dəyişir. Onun beləsi deyə bilirəm, dəyişir. Mənim həminim, sənin həminin, onun həmini demək olmaz. Deməli bu da dəyişmir. Yəni üçü dəyişmir. İkisi ifadəsi yanlışdır. Qarşısına yazılıb doğru. Demək ki, burada bir uyğunsuzluq özünü göstərir. Çıx qoyuram. Təyin əvəzliyi hansı sualını da vermək olar. Bu doğru fikirdir. Təyin əvəzliyi ilə hansı sualına cavab verir. Amma qarşısında yanlış yazdım. Deməli, uyğunsuzdur. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklər ümumi şəkildə, yəni təyin əvəzlikdən söhbət edir. Əvəzliklərdən biri də hər əvəzliyidir. Təbii ki, bu doğru fikirdir. Qarşısında nə yazılıb? Doğru. Deməli, burada uyğunluq var. Neçə məqamda uyğunluq gözlənilib? Üstəgəl qoyduqlarım 1, 2, 3 məqamda. Deməli, doğru cavabımız olacaq. C variantı 3 məqamda. Davam eləyən növbəti sualımızdan. Deməli, ikinci sualda deyir ki, hansı nümunələrdə mürəkkəb əvəzlik var? Mürəkkəb əvəzliyə baxırıq, quruluşca mürəkkəb olsun. Bilmirəm, bu şeirdən sonra nə isə yazmağı dəyərmi? Nə isə burada var. Heç bir kitabda olmayan şeiri tapılmış, nəşr olunmuşdur. Hansı kitabda? Heç bir kitabda. Deməli, burada qeyri-müəyyən əvəzlik mürəkkəbdir. Deyirdi ki, heç kimlə gedəcəyini də bilmirdi. Baxın, heç kimlə gedəcəyini, heç kimlə gedəcəyimi bu uyğun deyil. Deyirdi ki, heç kimlə gedəcəyimi bilmirdim. Heç burada ədatdır. Kimlə gedəcəyini bilmirdi. Yəni, əgər biz burada ədatdırsa, heç ifadəsinin yerini dəyişə bilərik. Və məsələn, başqa bir nümunə verim sizə. Heç kim dərsə gəlmədi. Gəlmədi. Belə bir cümləyə baxaq. Əgər burada heç kim bütöv qeyri-müəyyən əvəzlikdirsə, mən heçin buradan yerini dəyişə bilmərəm. Məsələn, kim dərsə heç gəlmədi demək olmaz. Amma gəlin burada dəyişək. Heç kimlə gedəcəyini də bilmirdi. Kimlə gedəcəyini heç bilmirdi. Görürsünüz necə uyğun gəlir. Ona görə də heç burada ədatdır. Mən cahan mülkündə mütləq doğru halət görmədim. Burada mən əvəzliyi var, amma sadədir. Mürəkkəb əvəzliyi yoxdur. Hər nə gördüm. Aha, burada var artıq. Hər nə gördüm. Deməli, 4-ü götürəcəyik. Qeyri-müəyyən əvəzlikdir. Əyri gördüm, özgə halət görmədim. Bugün bu halıma da şükür edəcəyimə söz verdim. Bu halıma burada yoxdur. Deməli, mürəkkəb əvəzliklər var 1, 2 və 4-də. Düzgün cavabımız olacaq C variantı. Davam eləyək növbəti sualımızdan. Üçüncü sual. Üçüncü suala başlamadan əvvəl bir daha qeyd edirəm ki, bizim dərslərimizlə maraqlanmaq istəyən müəllimlər 055 418 8202 bu hissədə gördüyünüz telefon nömrələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Aha. Dekabr qrupumuz, inşallah dekabrın onlayn qrupumuz 15-20-si kimi dərslərə başlayacaq. Yazıb ətraflı məlumat əldə edə bilərsiniz. Üçüncü sualda deyir, hansı nümunə klassdakı sual işarəsinin yerinə yazıla bilər? Bu sual. Tərkibində mürəkkəb əvəzliyi var.
Tərkibində sifəti əvəz edən əvəzliyin sayı birdən çoxdur. Tərkibində ismi əvəz edən əvəzlik var. Baxın, bizə 3 dənə şərt verir. Bunun üçün bir-bir hər bir cümləyə bunları tətbiq eləməliyik. Söylə, necə unudum, necə itirim səni, kimə tapşırıb gedim, kimə deyim dərdimi. Mürəkkəb əvəzlik varmı burada? Necə unudum, necə itirim səni, kimə tapşırım dedim, kimə deyim. Burada mürəkkəb əvəzlik yoxdur. A getdi. Hər kim 100 il yaşamasa, hər kim. Burada var, saxlayaq bunu. Hər şey yerindədir, hər şey mürəkkəb əvəzlikdir. Saxlayaq. Elmlə, hünərlə başqa cür heç kəsə üstünlük eləyə bilməz. Heç kəs mürəkkəb əvəzlikdir. Vaxt gələcək, sən özün deyəcəksən, sən özün. Deyəcəksən, biri vardı, biri yox. Demək ki, burada mürəkkəb əvəzlik yoxdur. Yenidə çıxıram. Yəni, ilk şərtə görə, mürəkkəb əvəzlik şərtinə görə aynen Y getdi. Tərkibində sifəti əvəz edən əvəzliyin sayı birdən çoxdur. Hər kim 100 il yaşamasa, günah onun özündədir. Burada ümumiyyətlə sifəti əvəz edən əvəzlik yoxdur. B getdi. Hər şey yerindədir, o yol, o küçə. Hansı yol? O, hansı küçə? O. Birdən artıqdır. Yəni, 2 dənə də burada saxlayırıq C-ni. Elmlə, hünərlə, başqa cür heç kəsə üstünlük eləyə bilməz. Burada yoxdur sifət əvəz eləyən. Deməli, yerdə qalır C variantı. Üçüncü şərtə baxaq. Tərkibində ismi əvəz edən əvəzlik var. Bəli, hər şey ismi əvəz eləyən qeyri-müəyyən əvəzlikdir. Deməli, doğru cavabımız olacaq 3-də C variantı. Davam eləyən növbəti sualımızdan. 4-cü sual. Cədvəldən uyğun nümunələri seçin. Baxaq. O, bu əvəzliklərindən sonra vergül düzgün qoyulub. O, bu əvəzliklərindən sonra vergül yanlış qoyulub. O, oxuyanlar içərisində birinci idi. Kim? O, birincidir. Baxın, o mübtədadır. Özündən sonra oxuyan fe'li sifət gəlib. Qaydaya əsasən, o, bu əvəzliyindən sonra fe'li sifət gələrsə, vergül mütləq qoyulmalıdır. Yəni, bu düzgündür. İkinci nümunəyə baxırıq. Bu, mənim qardaşım yaman deyingəndir. Fikir verməyin. Kim deyingəndir? Bu. Kim deyingəndir? Mənim qardaşım. Biz əvvəla bilirik ki, o və bu əvəzliklərindən sonra əvəzlik gələrsə vergül olmaz. Bu bizim normal qaydamızdır. Amma bu məqamda deyingəndir kim? Bu. Kim? Mənim qardaşım. Mənim qardaşım ifadəsi bunun əlavəsidir. Və əlavə burada vergüllə mütləq ayrılmalıdır. Ona görə bu tamamilə doğrudur. Yəni biz burada bu əvəzliyindən sonra əvəzliyin gəlmə qaydasını bir kənara qoyuruq. Bundan sonra gələn əlavəyə baxırıq. Əlavənin vergülüdür bu artıq. Ona görə tamamilə doğrudur. O evdən çıxanda hər kəsin gözü onda idi. Burada odan sonra ev ismi gəlib. Yəni vergülün qoyulması yenə doğru olacaq. Deməli, o bu əvəzliklərindən sonra vergül yanlış qoyulub. Bu, sən və Əli hələ də digər yarışanlardan geridə qalırsınız. Bu, sən, Əli. Yəni, bundan sonra əvəzlik gəlib, vergül normalda olmaz. Amma burada sadalanma var. Bu, sən, Əli. Deməli, vergülün qoyulması doğrudur. O, həminki insan deyil. Odan sonra həmin əvəzliyi yox, həminki sifətə gəlib. Yəni, bu vergülün qoyulması da yenə doğrudur. Burada bütün vergüllər doğrudur. Ona görə sırf düzgün qoyulanlar 1, 2, 3 olacaq. Cavab D variantı. 4-5-i niyə götürə bilmirəm? Çünki burada yanlış istəyir. Və bunların hər ikisi doğru olduğuna görə 4-5 variantlarını götürə bilmirəm. Cavabımız oldu D variantı. Davam edirik növbəti və sonuncu sualımızdan. Baxırıq 5-ci suala. Variantların birində əvəzliklərin sayı daha çoxdur. Gəlin sayaq. Elhamı belə reaksiya verir. Elə burada ədatdır, belə əvəzlikdir. Yəni burada bir dənə əvəzlik var. Nəyinsə sözü qeyri-müəyyən əvəzlikdir. Qorxusundan kiminsə qeyri-müəyyən əvəzlikdir. Xoş yuxusu əlindən düşüb sınıb. Burada 2 dənə var. Nəyinsə, kiminsə. Bilmirəm nə olub. Burada bir dənə sual əvəzliyidir. Səninlə, sən ikinci əvəzlik, şəxs əvəzliyi var. Necə danışım, necə sual əvəzliyi, səninlə şəxs əvəzliyi. Burada oldu 4 dənə əvəzlik. Biz sizlərdən uzaqlardayıq. Siz də bizlərdən uzaqda 4 dənə əvəzlik oldu. Necə yetəsən, bir dənə necə, nə cür qovuşasan ona 3 oldu. Hansı yolla, nə üsulla. Burada oldu 5 dənə əvəzlik. Yəni, ən çox, sayı daha çox olan oldu Y variantında. 5-ci sualımızın da cavabı bu formada olacaq. Dəyərli izləyicilər, bu sualla bugünkü videoya yekun vururuq. Siz də kanalımıza abunə olaraq paylaşılan videolardan davamlı olaraq faydalanıla bilərsiniz. Yəni, 1 saniyənizi ayıracaq, mütləq kanala abunə olun. Sağ olun, növbəti izahlarda görüşərik.